What is your personal recollection? Cənab Qobel, qanlı yanvar hadisələri zamanı siz region üzrə iş aparan təşkilatın əməkdaşı idiniz. Siz bu hadisəni necə xatırlayırsınız? Həmin gün barədə şəxsi təəssüratlarınızı bölüşə bilərsinizmi? Həmin gün 1990-cı il yanvarın 20-sində mən Münhində qərargahlanan Azadlıq Radiosunda araşdırmalar üzrə əvəzedici direktor idim. Amma həmin vaxt mən Münhində deyildim. Milliyyət məsələləri barədə keçirilən konferansda iştirak etmək üçün Yamaykada idim. İnformasiya BBC və New York Times kimi qəzetlərdən sızdıqsa, mənə aydın oldu ki, bu bir dönüş nöqtəsidir. Bakıda baş verənlər dünyanı elə dəyişdi ki, artıq geriyə yol qalmamışdı. 4 gün sonra mən Münhenə qayıdanda biz Bakıdan gələn məlumatları nəzərdən keçirdik. Vəziyyəti izləyən adamlarla danışdıq. Qənaətimiz bu idi ki, biz inqilabi hadisənin şahidi olmuşuq. Bu hadisədən sonra Moskvada oturan rəsmilərin nə düşünməsindən asılı olmayaraq, onlar cini yenidən lampasına qaytara bilməzdilər. Həmin məşhum hadisədən 21 il ötüb. Geriyə baxdıqca bu olayın tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz? Zənnimcə qara yanvar Sovetlərin Azərbaycan xalqına qarşı qəddarlığı və bu qəddarlığa Azərbaycan xalqının reaksiyası, Elmlər Akademiyası üzvlərinin Kommunist Partiyası biletlərini qaytarması və 70 il öncə mövcud olmuş Azərbaycan Demokratik Respublikasını bərpa etmək haqda söz-söhbətin yayılması ilə səciyyələnir. İnsanlar qəfildən gördülər ki, müstəqillik mümkündür. Bu gələn həftə baş verməyəcək, amma bu olacaq. İnsanlar bunu dərk etdikdən sonra artıq işlədilən zorun həzbindən asılı olmayaraq fikirləri dəyişmək mümkün deyildir. Hamı anlayırdı ki, Moskva Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsini əzməyə çalışır və əslində bu hərəkat istiqlaliyyət mücadiləsini daha da alovlandırdı. Bu hadisədən sonra heç bir Azərbaycanlı öz millətinin Moskva tərəfindən idarə edilməsini qəbul edə bilməzdi. No Azerbaijani ever again would consider it appropriate for his people, his nation, his republic to be part of something dominated by Moscow. One of the chief rationales cited by the Soviet government for the intervention. O zaman rəsmi Moskva tərəfindən Sovet qoşunlarının Azərbaycana daxil olması səbəb kimi ermənilərin Bakıda qırğına məruz qalması göstərilirdi. Bu ittiham həqiqətə nə dərəcədə uyğundur? Moscow will always play the Armenian card when it comes to Azerbaijan or the Azerbaijani card when it comes to Armenia. Moskva daim Azərbaycanlılara qarşı erməni kartından və eləcə də ermənilərə qarşı Azərbaycan kartından istifadə edəcək. Bu həmişə belə olur. İnanmıram ki, Sovetlərin iddia etdiyi kimi cinayət baş vermişdi. Əminəm ki, Sovet agentləri müdaxiləyə əsas qazandırmaq üçün provokasiyalar törətmişdilər. Azərlər arasında Qarabağda baş verənlər xeyli qəzəb doğurmuşdu. Mümkündür ki, Bakıda qalan bəzi ermənilər hücumlara məruz qalmış ola bilərdi. Amma Moskvanın əzici imperialist hərəkətinə bununla haqq qazandırmaq cəfəngiyatdır. Heç kim adamların pis rəftara məruz qalmasını arzulamır. Amma Sovetlər zərər çəkəni qınayırdılar. Faciəli haldır ki, indiyədək bir çox adamlar zərər çəkənləri qınamağa özlərinə rəva görürlər. Bir çox Azərbaycanlılar həmin vaxt anadan olmamışdılar, yaxud o günləri xatırlamırlar. Lakin bütün Azərbaycanlılar bilməlidir ki, bu hadisə Azərbaycan millətinin yenidən dünyaya gəlməsi deməkdir. Məhz bu olay bir il sonra müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasını mümkün etdi. Siz Sovet millətləri üzrə Qərbin tanınmış ekspertsiniz. Bu hadisələrə Qərbdə reaksiyanı necə xatırlayırsınız? Əvvəla onu deyim ki, Qafqaz üzrə ixtisaslaşan qərbli ekspertlərin sayı elə də çox deyil. Həmin vaxt mütəxəssislər arasında debat var idi. Sovet İttifaqına başlıca təhlükə haradan qaynaqlanır? Əhalinin hansı kəsimi təhlükə mənbəyidir? Parisdə qərargahlanan Aleksandr Beniksen başda olmaqla bir qrup adam deyirdi ki, SSR-ni müsəlmanlar dağıdacaq. Çünki demoqrafik faktorlar bunu diktə edir. Mənim də daxil olduğum başqa qrup isə düşünürdü ki, əsas təhlükə Baltik respublikalarından və Ukraynadan qaynaqlanır. Çünki Baltikyanı dövlətlərin işğal edilməsi faktı rəsmən tanınırdı və əgər Ukrayna birliyi tərk etsəydi, Sovet imperiyası dağılardı. Bakıda baş verənlər bu debatı yenidən canlandırdı. Ortada bir müsəlman respublikası var idi. Öz yolunu getmək istəyirdi. Lakin bu cəhd qəddarlıqla əzildi. Lakin başqalarına bu münasibət bəslənmirdi. Eyni zamanda Baltikyanı millətləri Bakı olayları ruhdan salmadı. Azərbaycan xalqına Sovet məkanının bu güşələrindən dəstək gəldi. Düşünürəm ki, Azərbaycan xalqı və burada əsasən xalqı nəzərdə tuturam. 24 saat kəsiyində anladı ki, Azərbaycanlı olmaq nə deməkdir? Bu milli özünü dərk edir. Sovetlərin bu hissi təlim tələsik boğmaq cəhdi əks effekt verdi və bununla da postsovet Azərbaycanının meydana çıxmasına zəmin yaratdı. Solidified that feeling
and made possible the emergence of post-Soviet Azerbaijan.